Bir dənə fikirlə başlayır və sonra da bax, belə gəlir. Elşad Miri necə başlamışdı? Birinci, necə başlamışdı? Hədislərin bəzilərini Heç nə. etibar edəmir. Demirdi hədislər etibarsızdır. Yox, Quran, sünnə. Amma bəzi hədislər var. O hədislər ağla ziddir. O hədislər üzərində dayanmaq lazımdır. Yəni, sünnənin bir qisminə şək. Qapı açıldı, sonra nə oldu? Sonra Qurana zid olan hədislər gəldi. Axırda nə dedi? Axırda dedi ki, bütün hədisləri inkar elədi. Hə? Qutardı? Qutarmadı. İndi kesib Qurana. İndi kesib Qurana. Ayələr nə elədi? Başladı ayələri fırlatmağa. Hətta ayələri. Yox, bu ayə düz tərcümə olunmuyor. Burada ayə mənası vurur. Başladı belə. İndi bilirsiniz nəmi? Təzəlicə bir də şey baxıb, bunu eləyib 2 ay bundan qabaq. Mövzuya bax, ara bax. Quranda yazı xətası var ya yox? Sünnədə xəta, sünnə gəftib. İndi başlayıb Quranda xəta axtarmağa. Baxın, orada baxıram ki, səhv sözündə əlif yoxdur bu dəfə. Niyə yoxdur? Bu hərf səhvi deyilmi? İmla xətası deyilmi? Yox, bu ayə düz tərcümə olunmuyor. Burada ayə mənası vurur. Başladı belə. İndi bilirsiniz nəmi? Təzəlicə bir də şey baxıb, bunu eləyib 2 ay bundan qabaq. Mövzuya bax, ara bax. Quranda yazı xətası var ya yox? Sünnədə xəta, sünnə gəftib. İndi başlayıb Quranda xəta axtarmağa. Dedim, bu növbəti etaba hazırlaşır. O da hansı etapdır? Deməli, bu, bəzi ayələri öz istəyinə uyğun fırlada bilir. Bəzi ayələrə də gələndə fırlada bilmir axı. Bu nə ərəb dili imkan verir, heç də imkan verir. Fırlatsa da fırlamır. Bu ayələri məhv eləmək üçün öz şeyində bu qapını açıb. 2-3 ay bundan qabaq dərs buraxdı ki, Quranda yazı xətası, imla xətası var ya yox? Nəticə var. Keçən həftə bir dənə dərs buraxıb, o Musa əleyhissalam ki, Allah azə və cəllə ki deyir, İxla' na'leyk innəkə bil-vadil muqaddasi tuva, ayaqqabılarını soyun, çünki sən müqəddəs vadi, müqəddəs Tur vadisindəsən. Ayə budur. Bu ayəni götürüb, çoban ərəbdən tut, oxuyan ərəbdən tut, oxumamış ərəbdən tut. Bu ayənin mənası budur. Bu ayənin başqa mənası yox. İxla' na'leyk. Hətta na'leyk də təsniyədə gəlir. Yəni 2 çarıqlı soyun. Qayıtdı ki, İxla' xala'a sözü, o xul'u yoxdur, xul'u. Talaq, xul'u. O sözdəndir. Tuvanı başqa yerə fırlatdı. Vadini başqa yerə, müqəddəsəni başqa yerə fırlatdı. İxla'ini, o, bu. İndi gəlib na'leykə ilişi. Na'leyk, 2 çarıqlı. Dedi ki, o belədir. Deyir, mən bilirəm məni qınayacaqsınız, bəziləri. Qayıtdı ki, sual verir. Deyir, olmazmı ki, bunu biz na'leyk yox, nun üstündə nöqtə. O nöqtəni alta qoyaq, ba'leyk oxuyaq. Allahu akbar. Deməli, indi qeyd eləyəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsul olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın, sizi başa düşürəm. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin fikrində olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Bilirsiniz ki, ərəb dilində na'leyka sözündə həmin o birinci hərf nun hərfidir. N hərfi deyə bildiyimiz nun hərfidir. Üstündə bir nöqtə yazılır. Həmin nöqtə altda yazılanda bilirsiniz ki, hərf o dəqiqə avtomatik olaraq B olur. Yəni, nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni, na'leykə yox, bə'leykə. Bunu biz na'leyk yox, nun üstündə nöqtə. O nöqtəni alta qoyaq, ba'leyk oxuyaq. Allahu akbar.
Allah, o belə. Olmazmı ki belə oxuyaq? Niyə? Çünki na'leyk əl vermir axı, çıxara bilmir çarıqı. Ba'leyk nəsə indi məna çıxarıb oradan. Vallahi bu belə. Keçən həftə. 2 ay bundan qabaq Quranda imla xatası, ha? Na'leyki ba'leyk bax elə. Bu indi sadəcə olaraq məndə vaxt yoxdur. O eləyə bilən adamlar olsaydı, bəzi belə şeylər var. Konkret bədbəxt günlər. İndi bir gündə Ramin göndərmişdi. Baxdım məğribdən qabaq namaz Azərbaycanca qılınmalıdır. Deyirlər ki, buna deyirlər ki, məğrib namazının məsələn 3 rükət olduğunu Qurandan göstərir. Kimdir 3 rükət qılınmalıdır? Bütün namazlar 2 rükət. Və salam, adam finişlədir. Quranda adam deyir ki, Quranda xətalar tapılmalıdır. Sadəcə olaraq Müəllimləri o. eşat deyişək. Bildim o. Bu şey onlardan da deyir. Bu kafirdir yani. Bu adam konkret işləyir. Bu adam necə Quran tərcümə edir? Yəni sadəcə olaraq bunu biz bilirik, bizə aydındır. Bu şeyləri oradan çıxarıb, çünki cəmaatın, avam cəmaatın nə hədisləri bildiyi, Quran heysiyyəti var axı. Göstərmək lazımdır ki, cəmaat bu deyir ki, Quranda na'leyk yazılıb. Bu deyir ki, Quranda xətalar var. Yəni aynen ki, bu adam o şey Quranı xətalı çıxarıb. Bu adam Qurandakı na'leykdəki nunun üstündəki nöqtəni altı qoymaq istəyir. Na'leyki ba'leyk yəni istəyir. Ba'leyk nə mənə verməm sənin üzərinə? Yo, başqa şey. Sözüm o deyil. Və bununla da paralel. Bunu necə? Bu məsələn necə edir? Tutaq belə məsələndə bir dənə cümlə deyək. Məsələn, Azərbaycanla deyirəm ki, mən bazara gəlmək istəyirəm. Mən bazara getmək istəyirəm. Bunu kimsə başa düşmədi? Bəs salam bu. İndi elə fərz eləyin ki, mən bazara getmək istəyirəm. Məsələn, Quranda bir ayət. Və Quran da Azərbaycanca. Eşat da ərəb və fransızdır. Öz dilində olmayan Quranı gətirir, deyir, bütün tərcümələr səhv eləyir. Mən bazara getmək istəyirəm. Bunun mənası bu deyil. Mənası nədir? Baxın, mən Azərbaycan dilində biri var, deyirsən şəxsə vəsliyi, bir də var mən, yəni mənlik. İnsanın mənliyi yoxdur, mən. Burada bu mənadadır. Bazara getmək istəyirəm, bax, Azərbaycanla belə bir ifadə forması var. Burada bazar açma. Burada o mənada. Başa düşdünüz necə? Sonra getmək istəyirəm, arasında bir dənə kəlmə, tamam. Ayə mənası nədir? Ayə mənası budur ki, mənim mənliyim var. Mən üçün burada bazar açma, səni vuracaq. Bu hansı sözün mənasıdır? Mən bazara getmək istəyirəm. Bütün ayələr verin. Bütün ayələr. O ayə var ha. İndi fikir verin qardaşlar. O ayə var ha. İxla' na'leyk inneke bil vadil muqaddasi duva. Bu bilsə necə tərcümə edir? Eyni qayda ilə də, yəni ixla' o xulu' sözündən nə bilim bu mənayı gəlmir mənaya. Hamısına bir dənə şey verir. Axırda na'leyk də ilişib. O da deyib ba'leyk eləyir. Düz gəlsin. Axırda da nə çıxarıb ortaya? Mənim mənliyim var. Bazar asımı sənə vurmaq. Axırda da çıxarıb ki, o Musa Peyğəmbər kimisə öldürmüşdü ya. Allah deyir ki, vadi deyil. Heç ayaqqabı çıxarır. Heç bu şeylər yoxdur. Deyir nədir? Hamısına kəlmələr deyəndən sonra mərəsində bir daha oxşadır. Axırda deyir ki, Allah Musa'ya deyir ki, ey Musa, o adamı öldürmüşdün ha. Gel onun qan pulsunu ver, ona halallaş. İxla' na'leyk inneke bil vadil muqaddasi duva. Ey Musa, çarıqlarını soyun, fikir ver. Sən müqəddəs Tuva vadisindəsən. Orada müqəddəs də təmizlik. Yəni sən o öldürdüyün adam yoxdur. Onun get qalpınsını ver. Halallaş onlarla bu qanı təmizə çıxar. Müqəddəs də təmizlik də. Yəni ərəbə desən, ərəb çox. Yəni bu da Quran tərcümə edir axı. Quran tərcümə etmir. Təzə Quran yazır. Azərbaycan dilində təzə Quran yazır. Surəsinin 12-ci ayəsinə necə tərcümə edilmişdi? Deyilirdi ki, orada həqiqətən mən sənin Rəbbinəm.
başmaqlarını və yaxud da nəleyni çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən. Belə bir tərcümə verilir. Gözəl insanlar, dəyərli dostlar, əziz bacı qardaşlarım, əslində bu ayədə nə vadidən bəhs edilir, nə ayaqqabıların çıxarılmağından bəhs edilir, nə başmaqlardan bəhs edilir, nə dağdan bəhs edilir, nə də hansısa müqəddəs bir məkandan bəhs edilir. Bunların heç birindən söhbət açılmır, heç biri danışılmır, gündəmə gətirilmir. Bu ayə Musa Peyğəmbərin törətdiyi cinayətin açıqlamasıdır, izahıdır, təfsiridir. Həmin o surənin 12-ci ayəsinə başa düşdüyüm, çıxardığım tərcüməni vermək istəyirəm ki, orada da belə verirəm ki, yəni şübhən olmasın ki, mən sənin Rəbbinəm. Hər şeydən əvvəl qarşı çıxdığı üçün öldürdüyünün yaxınları ilə diyət əvəzində razılaş. Sənin bu diyətinlə cinayət təmizlənəcəkdir. Quran tərcümə edir axı. Quran tərcümə etmir, təzə Quran yazır. 100%. Azərbaycan dilində təzə Quran yazır. Deməli, bu deyir ki, Yusuf surəsi barədə onun bir dənə dərsi var. Deyir ki, xülasə, yəni belə dedi, onun bu tərcüməsi ilə. Deməli, sən demə, Yusuf əleyhissalamın qardaşlar quyuya atmayıb. Ha? Sən demə, heç oldu qadınlar əlini kəsməyib. Heç o hadisə olmuyor. Heç türməyə düşmüyor. Padşah heç yuxu zad görmüyor. Bu şeylər, yəni bildiyin Yusuf surəsi yoxdur. Onun tərcüməsi ilə oxuyanda başqa bir də qissə oxuyursan da, yəni. Başa düşürsən? Tamam başqa. Deyir, nə bir türmə, nə yuxu, nə yuxu yozma, nə qadınlar, nə şey atmaq, nə atası ağladı, gözü tutuldu. Bunların heç biri olmur. Yəni qissə, Yusuf surəsini oxumursa ərəbcə. Bu deyil. Başqa bir şey, başqa bir hadisədir. Evet. Yəni indi belə konkret, yəni bilirsən ki, o şey, bu konkret proqram olur, Yəni belə dedi, Türkiyədə o Quranilərin eləmədiyi qələtləri edir. Yetiştirirlər, değil mi? Yox, onların eləmədiyi qələtləri edir. Onun da səbəbi ola bilsin, nədir? Çünki Türkiyədə biraz din oturuşu, bu ərəb dini bilənlər falan, biraz cəmaatı allatmaq o deyil, yəni. Ona görə onların üstünə hədislər edirlər. Bu yox, ya da bu cəmaatın avamlığından istifadə edir. Belə Qurana istədiyi yerdə nöqtəzad qoyulur. Belə. Məsələn, mən əvvəl bunun barədə belə zənn edirdim ki, adam doğrudan da ola bilsin. Təsirlənib, şübhəyə düşür. Quranilərin, Mu'təzilənin, Aqlaniyyun, o, bu, sof fikirdə deyil. Konkret proqram verirlər, onu işləyir. Konkret proqram verilib, onu işləyir. Mənim ən çox diqqətimi cəlb edən məsələ bizə möcüzə kimi təqdim edilən anlayışın əslində olmadığı fikrinə gəldi. Məsələn, nə idi möcüzə? İsa Peyğəmbər güya quş düzəltdi, üfürdü, uçdu. Musa ağacla suya vurdu, dəniz yarıldı. Güya qarışqa Süleymanla danışdı. Baxırsınız ki, qardaş, bunların kökünə getdikcə, bunlar bizə sonradan uydurulan nağıllardır. Ayələrimiz ona oxunduğu zaman bu keçmişdəkilərin əsatirlərindəndir deyə biz onun burnuna damğa vuracağıq.